İmam Hüseyin onu göstərdi ki, siz hər şeyiniz var. Nəyə çata bilərdiniz, çatdınız. Siz xoşbəxtlərin xoşbəxtisiniz. Onlar o hisslə döyüşə atılırdılar. O gecəni o hisslə keçirdilər. İmam Hüseynin haqlığının dəlillərindən biri bax budur. Heç vaxt bu dərəcədə mən anlamamışdım ki, bu yaxın günlərdə adam bildiyi həqiqəti təzədən bir də anlayır da. İmam Hüseynin haqlığına dəlil göstərmək istəsəz biri də budur, bax ki, bir nəfər bunlardan ora keçmədi. Neçə nəfər onlardan bura keçdi. Bunun bənzəri olmayıb. Az dəstə həmişə neçə min adam mühasirəyə alır, bunlar təslim olar, zəifliyi göstərir, ora keçər də. Belədir, bu qayda belədir. Keçmək olarsa, əgər kimsə harasa keçəcəksə, yer dəyişmə olacaqsa, bunlardan ora keçməlidir. Tarixən belə olub. Təslim olublar. Deyir, təslim oldular, keçdilər ora. Bir nəfər təslim olub ora keçməsin. 30 mindən neçə nəfər təslim olub bura keçsin. Tarixdə ikinci nümunəsini göstərin mənə. Olmayıb belə bir şey. Heç bir təbii maddi qanunlarla izah eləmək olmaz. Heç bir təbii qanunla. Əllamə Məhəmməd Təqi Cəfərinin özüm dilindən eşitmişəm. Dedi, Rassellə yazışırdıq, məktub yazırdıq. O ki, dedi, əsas maddi mənafedir, maddi mənfəətdir. Deyim, mən bununla onu puç elədim. Dedim, buna mənə cavab ver. İnsan üçün əsas maddi mənfəətdirsə, bunu mənə maddi qanunlarla izah elə. Deyir, cavab yaza bilmədi, bilirdim də ki, cavab yaza bilməyəcək. İmam Hüseynin bu Kərbəlasının bu hissəsi materialist düşüncəni alt-üst elədi. Dəlillə, sübutla yox. Bununla ki, əgər insan mənfəətpərəst varlıqdırsa, insan üçün əsas mənfəətdirsə, Kərbəla izah olunsun mənə görüm. Aşura gecəsi izah olunsun. Aşura gecəsi bunların gözünün məstliyi də onları cəlb elədi. Bunların keyfinin ab-havasıydı. Onlar gördülər ki, bunlar keyf içindədirlər. Zahirən qalib bunlardır. Bunlar bayram eləməlidir, keyf eləməlidir. Amma keyfi bunlar eləyir. 72 nəfər keyf eləyir. 30 min həsrət içində onlara baxır. Bax, bunu yaşatmalıdır din adama. Bu keyfi yaşatmalıdır din adama. Bu halı yaşatmalıdır din adama.